Hamınızı salamlayıram dostlar. Bu günləri biz zaman formaları, ingilis dilində feilin zaman formalarında sadə zaman formalarının sonuncusu gələcək zaman və ondan sonra keçmişə nəzərən gələcək zaman demək formalarını sizə izah eləməyə çalışacağam. Gələcək sadə zaman forması çox, mürəkkəb bir mövzu deyil. Demək olar ki, sadəcə olaraq köməkçi nitq hissəsi olaraq fərqlilik var və düzəlmə qaydası sadəcə olaraq to be-nin formasının fərqli bir hissəsindən istifadə etməklə yaranır. Demək, başlayaq. Əvvəlcə, gələcək sadə zaman ümumi demək shall, will və to be going to ilə düzəlir. Shall, will və to be going to. Zaman formalarına görə shall, will dəyişir. İngilis dilində, müasir ingilis dilində shall, yəni birinci yazılan shall demək olar ki, istifadə edilmir. I will, you will, he, she, it will, we will, you will, they will. Amma TQDK tapşırıqlarında ola bilsin ki, əslində bir qədər köhnə ingilis dili tərzini özündə hələ də saxlamaqdadır bu test tapşırıqlar. Ona görə də ki, biz qəbul eləməliyik ki, birinci şəxsin təki, yəni I-da və birinci şəxsin cəmi we-də shall-dən istifadə edilir. Digər şəxslərdə isə will-dən istifadə olunur. Mənası nədir? Acaq, əcək. İngilis dilində gələcək zaman formasının şəkilçisidir. Mən, məsələn, I shall go. Mən gedəcəm. You will go. Sən gedəcəksən. He, she, it will. O gedəcək. We shall go. Biz gedəcəyik. You will go, siz gedəcəksiniz və they will go, onlar gedəcəklər. Acaq, əcək şəkilçisi kimi tərcümə edilir. İnkar forması shall, üzərinə not gəlir, qısa olaraq shan't oxunur. Will üzərinə not gəlir, won't oxunur. İngilis dilində demək olar ki, not hissəciyi ayrıcanı bilinmir. Həmişə not hissəciyi istənilən köməkçinin hissəsini qoşulanda onun qısaldılmış formasından istifadə olunur. İngilislər ümumiyyətlə danışarkən ingilis dilində, istər Amerikan ingiliscəsi, istər ingilis ingiliscəsi sözlərin qısaldılışına xüsusi fikir verilir. Yəni not hissəciyini əsasən shan't və won't kimi tərcümə səsləndirib tələffüz etməlisiniz. We shall go to the village this summer. They won't go to the village if it is cold. Hava demək soyuq olsa onlar kəndə getməyəcəklər. Biz bu yay kəndə gedəcəyik. Və inkar forması necə düzəlir? Sual forması necə düzəlir? Sual forması isə shall, will üzərinə gəlir mübtəda, üzərinə gəlir feil. Yəni bir qədər əvvəl işlətdiyimiz cümlədə, bu cümlədə sual verərkən cümlədə shall to be-nin formalarından biri olduğu üçün həmən bu shall hissəciyi keçir mübtədadan əvvələ. Sual, yəni strukturu ingilis dilində budur. To be forması cümlədə varsa. Shall strukturu keçir cümlədə mübtədadan əvvələ. Shall we go to the village this summer? Eləcə də will not. İki cür bunu verə bilərik. Notu burada saxlayıb will-lə də verək. Will they not go to the village? Or won't they go to the village if it is cold? Demək belə. Shall, will üzərinə gəlir mübtədə, yəni mübtədən əvvələ keçir, üzərinə sonra feil həmənki formada qalır. Will you play football with them? Demək, onlarla futbol oynayacaqsınız. Shall I be able to do it? Demək, mən bunu etməyi bacaracağam, edə biləcəm. To be able əslində modal feildir. Modal feillər haqqında da məlumatımız olacaq. Ümumiyyətcə, gələcək zaman, gələcəyin zaman, sadə forması, gələcəkdə hər hansı baş verə biləcək sadə bir hərəkətlər haqqında qeyri-müəyyən hərəkətlər barəsində ümumiyyətcə ifadə vermək üçün işlədilir. Ümumiyyətcə, bu zaman formasını cümlədə tapmaq heç də çətin deyil. Əsasən, yəni cümlədə bu xüsusi zaman zərfləri var. İstənilən zaman formasına aid, istər davam edici, istər sadə zaman, istər bitmiş zaman formalarına zaman zərflərini bilsək, asanlıqla biz həmən yerdə hansı zaman formasını işlətmək lazım olduğunu biləcəyik. Biz tomorrow-la, nə keçmiş zaman, nə indiki sadə zaman, nə gələcək davam edici zaman, nə gələcək bitmiş zaman işlədə bilmərik. Tomorrow-la, yalnız sadəcə olaraq tomorrow-dan söhbət gedir. Tomorrow-la, yalnız və yalnız future simple, yəni gələcək sadə zaman formasını istifadə edəcəyik. Bu bizim üçün bir açar sözdür. Biz bu sözə baxıb test tapşırıqlarını onsuz da belə həll edirik.
zaman formasında, yəni zaman zərflərinə baxırıq və həmən zaman formasını qoyuruq. Tomorrow sabah demək. Next month ola bilər, next year ola bilər, next week ola bilər və s. ola bilər. Yəni gələn həftə, gələn ay, gələn il belə yəni. In 2 days, 2 günə. In 4 years, 4 ilə. In 3 weeks, 3 ilə. 3 il içində məsələn mən oxuyacağım, öyrənəcəm daha doğrusu. Son tezliklə. They will, bu da isə will'in demək qısaldılmış formasıdır. Apostrof ll. Bunu da nəzərinizə saxlayın. Apostrof l. They'll necə deyirlər. Yəni ingilislərdə sanki siz mahnı sözlərindən çox qulaq assanız, mahnı söz demək olar ki, heç fərqləndirmək olmur ki, will orada var. They'll elə deyirlər ki, yəni ingilis dilində hiss etmək olmur. They'll write a diction tomorrow. Onlar sabah tomorrow. Əgər bizə burada bu hissə verilməsəydi, bu will write hissəsi verilməsəydi, nöqtələri qoyulsaydı və desəydi zaman tabi. Dərhal tomorrow-ya baxıb sabah sözünə baxacaqdıq və bura gələcək sadə zaman formasının istifadə edəcəyik. Going to. Bu əsasən ingilis dilində demək, gələcək sadə zaman formasının növbəti bir yaranma üsulu kimi fikirləşilir. Yazılıb da going to üzə ox işarəsi ilə future plans, gələcək planlar. Going to sadəcə olaraq planlaşdırılmış hərəkətləri bildirir. Gələcəkdə planlaşdırırsan, yəni daha doğrusu artıq planlaşdırırıq ki, sabahmı, birisi günmü, nə hansısa müddətdən sonra biz bu işi görəcəyik. Biz bu planımıza uyğundursa, biz bu to be going to-dan istifadə edəcəyik. Examples for use. Əvvəlcə istifadə qaydasında deyirik. İstifadə nə zaman istifadə olunur? Planned actions. Planlaşdırılmış hərəkət. Gələcək zamanda planlaşdırılmış hərəkət. Yəni qeyd etdiyimiz kimi, əgər hər hansısı biz hərəkəti planlaşdırırıqsa, biz to be going to-dan istifadə edəcəyik. Və yaxud da ikinci. You are certain that something is going to happen in the future. You are certain. Yəni sən artıq müəyyənləşdirirsən ki, hansı hərəkət gələcəkdə baş verəcək. Artıq gözlənilən bir hərəkət kimi olduqda biz bunu istifadə edə bilərik. Okay. Aha. Demək, necə yaranır? Dedik ki, to be going to be bilirik ki, indiki formada am, are, is. Yəni, am birinci şəxsdə işlənirdi. I am, you are, we are, you, they are və izlə yalnız üçüncü şəxsin təki he, she, it işlənirdi. I am going to play handball. Mən planlaşdırıram ki, belə yəni tərcümə edə bilərsiniz özünüz üçün. Yəni, ümumiyyətcə, burada planlaşdırıram demirlər ingilis tərcümədə. Bu cümlənin tərcüməsi belədir ki, mən handball oynayacağam. Yəni, bu artıq mənim planlaşdırıram. Mən bunu bu cür özüm fikrimdə yəni, qərarlaşdıra bilərəm ki, bu mənim planıma uyğundur. Ona görə mən to be going to-dan istifadə edə bilərəm. Demək, niyyətində olmaq, planlaşdırmaq və hazırlaşmaq. Bu üç mənaçaları əgər gələcək zamanda ifadə olunarsa, to be going to-dan istifadə edə bilərsiniz. Bu zaman demək, bu əsasən yəni demək üsulla gələcək zaman qurulması qaydasının cümlədə danışarkən daha çox istifadə olunur. Yəni belə deyərsək ki, bu strukturu istifadə etdikcə daha çox alışacaqsınız ki, nə zaman onu işlədə biləsiniz. Yəni daha çox bu ümumiyyətcə qrammatikanı bəzən deyirlər ki, qrammatika danışıq ingiliscəsindən çox uzaqdır. Əslində xeyr, qrammatika düzgün danışığın əsas formulasıdır və ona görə də bu strukturlar cümlədə işlətdikcə həm sizin demək ingilis dili bacarıqlarınıza təsir edəcək, həm də eləcə də qrammatikanı daha yaxşı mənimsəmiş olacaqsınız. Demək, burada yazmışıq, yalnız bu mənalarla işlənə bilər, digər mənalarla isə future simple zaman formasından istifadə edilir. Yəni, shall-dan, will-dan. I'm going to visit a friend this afternoon. Bu demək, günorta dostumla görüşməyə, dostuma baş çəkməyə hazırlaşıram. Baş çəkəcəm daha doğrusu. Are you going to watch tomorrow? Demək, sabahları sən televizora baxacaqsan. We are not going to play tennis on Sunday. Demək,
Burada artıq inkar forması. İnkar formasında mən istəyirəm sizə deyim. Yəni inkar forması sadəcə o to be-dən sonra not hissəciyini əlavə eləməklə yarada bilərik. Yəni demək bu bazar və yaxud da bazar günü biz futbol oynamayacağıq. Üzr istəyirəm, tenis oynamayacağıq. Yəni tenis oynamağa hazırlaşmırıq. Okay. Davam eləyək. He is going to cook the dinner. O demək günorta yeməyi hazırlayacaq daha doğrusu. Günortaya yeməyi bişirəcək. Hazırlaşır. Məsələn belə deyə bilərik ki, artıq masanın üzərinə bütün lazım olan ərzaqları qoyub, lazım olan əşyaları qoyub, qabı hamısını yığıb artıq o hazırlaşır ki, günorta üçün yemək hazırlasın. He is going to cook the dinner. Və onda biz deyə bilərik ki, yəni o hazırlaşır. They are going to go to the next week. Onlar gələn həftə getməyə demək hazırlaşırlar. Məsələn, belə deyək ki, bu həftə bilet alıblar. Məsələn, filan yerə harasa getməyə. Gələn həftə üçün artıq onlar planlaşdırırlar gedir və yaxud da gələn həftə üçün bilet alıb getməyi planlaşdırırlar. Belə də yəni işlədə bilərik. She's going to swim in the river. I'm going to ride horses. Belə. Və bizim sadə zaman formaları içərisində sonuncu sadə zaman forması the future in the past. Gələcək zaman, keçmiş zamana nəzərən gələcək zaman. Would, should üzərinə bir verb gəlir. Wouldn't, shouldn't inkar formasıdır verb. Ümumiyyətcə bu nə zaman işlənir? Bunu bir qayda olaraq mən belə sizə başa salım. İngilis dilində zaman formalarının uzlaşması var. İngilis dilində gələcək zamanın, yəni shall-dan will heç bir zaman, bu əsasən yəni zaman uzlaşması deyəndə nəyə nəzər tuturam? Burada bir cümlə yazmışam. The teacher said that we should or would, yəni would da işlənə bilər, learn a new ruler. Okay? Yəni bizim burada iki cümləmiz var. The teacher said, bu bizim birinci cümləmiz oldu. Bu oldu bizim birinci cümləmiz. İkinci cümləmiz that'dən sonra, bağlacıdan sonra we should learn a new ruler. Birinci hissəyə baxırıq cümlənin birinci. Burada zaman forması hansıdır? Burada zaman forması said. Say fe'linin keçmiş zaman formasıdır. Müəllim dedi ki, keçmiş zamandadır. Müəllim dedi ki, biz yeni qrammatik qayda öyrənəcəyik. Düzdür? Mənasını belə yəni verə bilərsiniz. Tərcüməsini belə eləyə bilərsiniz. Lakin ingilis dilində keçmiş zamanla, burada bir birincisini yazım, başa düşərsiniz. Keçmiş zamanla gələcək zamanda shall, will heç bir zaman işlənə bilməz. Ona görə ingilis dilində shall-la, will-la işlənmədiyi nəzərə alaraq ingilis dilində yeni bir shall-in, will-in sanki keçmiş zaman formasını yaratdılar. Should, would. Belə deyim ki, cümlədə baş cümlə keçmiş sadə zamanda olarsa, baş cümlə the teacher bilsəyəcək. Baş cümlə keçmiş sadə zaman formasında olarsa, ondan sonra ikinci gələn budaq cümlə, yəni qırmızı hərflə yazdığımız we should learn a new ruler. Bu ikinci cümlə, budaq cümlə heç bir zaman gələcək sadə zamanda işlənə bilməz. Bu keçmişə nəzərən gələcək sadə zaman formasında işlənəcək. Müəllim dedi ki, biz yeni qayda öyrənəcəyik və yaxud da öyrənəcəkdik. Belə məsələn tərcümə verə bilərsiniz. Should, would bu zamanda işlənir. Ona görə də ingilis dilində zaman formalarının uzlaşma qaydasında mən sizə verəcəm. Uzlaşma qaydasına əsasən keçmiş zamanla gələcək zaman işlənə bilməz. Keçmiş zamanla gələcək zaman o zaman işlənə bilər ki, the future in the past zaman formasının strukturunu biz cümlədə istifadə edəcək. Bu zaman formasında strukturu would, should üzərinə verb gəlir. Bu demək qrammatik qayda o qədər çətin qrammatik qayda deyil demək olar ki, anlamayan, yəni müəyyən bir çətinliyi olan rahatlıqla, yəni sualların ünvanlaya bilər. İstər English in Azerbaijan qrupunun səhifəmizdə demək bunların hər birini paylaşırıq. Onların paylaşımının altından
Yəni siz istədiyiniz zaman yaza bilərsiniz. Would, should üzərinə verb gəlir. Wouldn't, shouldn't plus verb. The teacher said that we should learn a new ruler. Yəni müəllim dedi ki, biz yeni qayda öyrənəcəyik. Bu qədər sadə. Yəni bunu Azərbaycan dilində də tərcüməsini yazsaq, bura Azərbaycan dilində tərcüməsini yazsaq, müəllim dedi ki, biz yeni qayda öyrənəcəyik. Müəllim dedi ki, biz yeni qayda öyrənəcəyik. Onu bir qədər balacalaşdıraq. Okay. Müəllim dedi ki, biz yeni qayda. Birinci hissəyə uyğun, göy hissəyə uyğun olan bura oldu. Müəllim dedi ki. İkinci hissədə bura uyğun oldu. Dedi ki burada zətə uyğundur. Biz yeni qayda öyrənəcəyik. Dedi, keçmiş zaman oldu. Öyrənəcək, gələcək zaman oldu. Əgər bu cür tərcüməni verən bir cümlə varsa, İngilis dilində keçmiş zamandan gələcək zaman uzlaşmasının ortaq qrammatik qaydası would, should üzərinə verb kimi strukturundan istifadə edəcəyik. Müəllim dedi ki, biz yeni qayda öyrənəcəyik. İnanıram ki, tamı-tamına izah eləyə bildim. Və heç bir çətinliğiniz olmaz. Sadə zaman formaları haqqında qrammatik qaydamız bu qədər. 16 dəqiqəlik qısa bir videomuz oldu. Tamamladıq bu mövzunu. Bu mövzunu da bitirdikdən sonra, yəni sadə zaman sonra. Bundan sonra bizim gəlir ikinci qrammatik qayda bölməsi. Bu da olur davam edici zaman formaları. Davam edici zaman formalarını da asanlıqla öyrənəcək. Ondan sonra test tapşırıqları da işləyəcəyik inşallah. Və səhifədə də hamısını paylaşacaq. Və bizdə bəzi mövzuların demək çatışmazlığı yazılır. Bəli, yəni elə bir mövzular var ki, onları hələ yəni paylaşılmamağımız bizə yazılır. İnanın ki, yəni bütün mövzuların hər biri hazırdır. Sadəcə olaraq müəyyən bir vaxtdan, müəyyən bir dövrdə çalışıram ki, vaxt qazandıqca sizlərə də ayrıcana internet üzərindən dərsləri deyim. Hər bir mövzumuz olacaq. İstənilən mövzuda yarım qalan bütün mövzularımızın hər biri olacaq. Bizi izləməyə davam edin. İnşallah növbəti mövzularda görüşərik. Sağ olun.